Hörmətli izləyicilər, mən Kamil Qasımov, bloger olaraq Gəncə şəhəri Kərpiçli Zavod qəsəbəsinə gəlmişəm. Və burada demək olar ki, bir 10 gün, 15 gün ərzində bura asfalt çəkilib. Bax, uzun bir küçədir. Buranın asfaltı demək olar ki, heç olmayıbdır. Sağ olsun, dövlət orqanları gəldi, bura asfalt çəkildi. Çünki bura yeni nəqliyyat vasitəsi ayrılacaq, avtobus ayrılacaq vətəndaşların gedib gəlməsi üçün. Bax, amma qarşısını hansısa bir vətəndaş buranı müayinə törədib, özü üçün tramper qoyub, yəni əsassız olaraq, yəni icazəsi olmadan belə bir tramperlər yerləşdirib, dəmirdən asfaltı dağıdıb. Bax, budur, bir ora, bir bura, hansısa bir vətəndaş və üstəlik də vətəndaşların narazılığı var. İndi onları da dindirəcəm, onlar da narazıdır ki, bunun öz başına icazə almadan belə bir müayinə qoyur. Bunlar da nəqliyyat vasitələri sıradan çıxır və üstəlik də asfalta ziyan vurur. İndi rəsmi olaraq aidiyyatı orqanlara müraciətimi eləyəcəm ki, bunu aradan qaldırsınlar, bunu çıxartsınlar. Əgər qoydurmaq istəyirsə, rəsmi olaraq müraciətini eləsin Yerüstü Nəqliyyat Agentliyinə və İcra Hakimiyyətə və Dövlət Yol Polisinə. Budur. Bir dənə bura qoyub, bir də qabaqda. Baxın, sakinlər də narazıdır. Bir dənəsini də bura qoyublar. Çünki asfaltı zədələyir. Bax, budur. Budur. Bax, hal-hazırda sakinlər də narazıdır. Bu yerüstü tramperin yığışdırılmasından bağlı ki, yəni yığışdırılsın. Aidiyyatı orqanlara da rəsmi olaraq müraciətimizi eləyəcəyik. Diqqətiniz üçün təşəkkür edirəm.